Salamünaleyküm. Bu illəri biz elə bir avtomobil sürəcəyik ki, o avtomobillər, bəzən mən deyirəm ki, bu avtomobili idarə edən insanın özünün yanacaq doldurma məntəqəsi olmalıdır. Bu günləri məhz həmin avtomobillərdən biridir, hansı ki, şəhərin içində 20 litrə yaxın, belə deyib, 92, düzdür, 92 işlədir, amma benzin işlədir, 20 litr benzin işlədir. Və bugünkü avtomobil deməli, İspaniyada onun adını dəyişirlər. Çünki İspaniyada Pajero, yəni Pajero söyüş kimi səsləndiyinə görə ad dəyişir. Siz onu Mitsubishi Pajero və ya Mitsubishi Shogun, yəni samuray avtomobili kimi tanıyırsınız. 3 brilyantlı Mitsubishi'nin Pajero'su. bu ad dəyişmə məsələsində, məsəl üçün, düzdür, bu söyüş kimi səslənir deyənəm bunun adını dəyişir. Amma bizim bəzi belə deyilər, vətən evladlarımız var ki, Rusiyaya gedəndə adı söyüş kimi də səslənmir, sərvərdir, mərvərdir, olur birdən Saşa. Ona görə də ad dəyişmək o qədər də problemli bir şeydir. Saşa deyil, Mitsubishi Pajero'dur və ya Mitsubishi Shogun samuray avtomobili. 3 motor, yəni 3000 kub santimetr, 2014-cü ilin. Buyurun, tanış ola bilərsiniz. Mitsubishi Avtomobil Mərkəzi özünün reklam mətnlərində bu cümləyə çox böyük fikir verir. Müasir crossover və yolsuzluqlarının incə tendensiyalarına yol verməyən. Yəni, heç bir incəlik yoxdur. Bu brutal, möhkəm, tam yolsuzluq avtomobilidir. Yəni, bu crossover deyil, Mitsubishi Pajero. İstehsalçının dilindən Azərbaycan dilinə tərcümə eləsək, bu əsl kişi maşını hesab olunur. Bəli. Shogun ona görə elə belə ad deyilmir ikinci ad kimi. Söhbət samurayların özünün belə deyək də qruplaşmasından gedir. Samuray avtomobilidir. Tam belə deyək, avtomobili sürmək üçün yaradılıb. Bu, nə bilim, oturum bir qəlyan çəkim, şəhərdə özüm üçün fırlanım, belə maşın deyil. Bunu salırsınız dağlara və sürürsünüz. Bəli. Ümumiyyətlə, bu avtomobil palçıq sevən avtomobil. Hətta açarı belə çox minimalistik açırlar. Yəni, qatlanan açar deyil. Adidə saldın, fırlatdın, Neçinci ilin maşını soruyor? 2014. 2014-ün maşının açarı. Açarı belədir. O qədər minimalizmə fikir veriblər. İndi bunun mühərrikin altına baxaq. Dəmir. Bunun dəmiri haradadır? Bunun dəmiri də buradadır. Bu klassik Yapon üslubudur. Yavaş rejimini cırmışdım. Bu bir yaxşı deyil. 3 motordur. Yağ dəyişməsi 55-58 manat arasında dəyişir. Yəni, adi sedanın yağ dəyişməsindən ucuzdur. Bu müsbət cəhətlərdən biridir. Mən sənə deyim ki, mühərrikin üstü də o qədər qorxulu görsəmir. Bəzi avtomobillərdə baxırsan, nəsə çoxlu, elə bil ki, nazik borular, belə sadədir. Belə deyək, mühərriki 3000 kub santimetr olmasına baxmayaraq şəhər içərisində pərviz ediyi kimi 20 litr, azı 20 litr yanacaq sərf edir. Əgər siz daha çox qolacaqsa, təbii ki, bu 25 litrə qədər arta bilər. Ona görə də bu avtomobili, belə deyək də, şəhərin içində sürmək məsləhət deyil. Yəni, mən hesab edirəm ki, bu kimi avtomobili olan insanın daha bir avtomobili olmalıdır. Ki, necə ki var? Hansı ilə bəli, şəhərin içində gəzməyə. Bunu, məsəl üçün, dağa, daşa, dırmanma, ay qoşa Qazaxda dağ var. Var, Göyəzən dağı. Göylərə ucalır, Göyəzən dağı. Göyəzən dağına getməyə məsələsi. Deməli, mühərrikin belə güclü benzin püskürməsi onun təbii ki, manevrliyinə də təsir edir. Gücünə də təsir edir. Güclü mühərrikdir. Hətta 3.8 motor da var. Yeri gəlmişkən 3.2 dizeli var bunun. Mən heç təsəvvür eləmək istəmirəm o 3.8 nə qədər benzin yiyir. Aysa 3.8 görünür də. 3.2 dizeli var. Dizel yəqin ki qənaətçidir. Yəni bunun dizeli daha qənaətçi olar da. Qısası bu avtomobili saxlamaqdansa
Belə deyək, bu avtomobil belə çıxır ki, araba saxlamaqdan bahadır. Yəni ailə saxlamaqdan Olmazsa qardaş, get evlə. Ged evlə vallahi. Lazım deyil. Yəni və başqa bir məqamı sizə qeyd edək dostlar. Əgər siz bu avtomobili əldə edəcəksinizsə, 34.500 manatdır. Mitsubishi Avtomobil Mərkəzində məhz bu xrom paketli olan 4500 manat mən sizə deyim ki, o qədər də bahalı qiymət deyil, amma sonradan xərci daha sonradan xərci çoxdur. Sonradan xərci çoxdur. Yəni idarə etmə xərci çoxdur. Bax, narahat çıxır. Narahat çıxır. Ay, bu belə. Kastrol yağı tökürlər yeri gəlmək. Buraxaq. Hə, bura. Yaxşı bağlan. Ha, çox yaxşı səs elədi. Daranq. Yaxşı bağlandı. Yox, yəni ki, yaxşı bağlandı ki, yəni bərk bağlandı. Ehtiyat təkəri buradadır. Tam ehtiyat təkərdir. Maksimum 18 yumluq təkərlər qoyulur. Yəni 16, 17, 18. Amma mən sizə deyim ki, bu qəşəng göstərir yaxşı. Təkərim burada olmalı. Bu səs eləmir. Yox. Əsl elə bil ki, bilirsən ki, bu əsl dağ maşınıdır. Yox, məsələn adətən belə olur da. Ehtiyat təkəri qoyurlar, onun səsini eşidirsən. 5 qapıdır. Amma 5 nəfərlik yerdir. Bu 7 nəfərlik yer deyil. Bunun 7 nəfərliyi də var. Bu 5 nəfərlik də. Bunun 7 nəfərliyi də olur. Bu bagajı böyükdür. Yaxşıdır. O birdən ayaqları qapda. Bu çıxartsın. Oturmaq olar burada. Bir nəfər əməlli başlı rayona apardı olur. Yəni bunu taksi kimi işlətsəz, arxaya da 2 sərnişin götürmək olar. Hə də üzbəyiz otursalar, bunu çıxartmaq şərti ilə. Hə, Bu yaxşıdır, bu qalındır, biraz möhkəm. qalındır və bunu mən belə başa düşürəm, dartırsan örtülür. Hə, örtülür belə. 7 nəfərlik deyil, amma bunun 7 nəfərliyi də var. Amma bu oturacaqlar şurada qabağa gedir gəlir. Və fikir versən, Hə, bagaj yeri böyüyür onda. Sindən qabaqdadır. Hə. Yəni qabağa idarə edib. Onda bagaj yeri çox böyük olur. Yəni yıxılıb yatmaq da olar. Bəli. Hətta ova getdin, uzan yat. Yaşamaq da olar. Təxmini 400 Bir dənə belə litrlik. deyək də, vanna otağı yox. Ya da Təxmini 480 yoxsa 500 litrlik bagaj ölçüsü var. Bəli. Qapının belə açılmağı rahatdır. Yəni bir var belə açırsınız, belə bir də var açdın belə, yığdın və şu qapını bağladın. Yəni tam 5 qapılı, 5 nəfərlik bir və mən sənə deyim ki, əslində bu bagaj yerinin bu cür açılmağı mənim üçün daha yaxşıdır. Düzdür, deyirlər ki, qapının ağırlığından bəzən səs-zad olur, amma belə açmaq çox rahatdır. Belə açmaqdansa yanı açmaq çox rahat. Amma təkər mənə ləzzət elədi, yəni sırf belə deyək də tam təkərdir, rezin təkərdir. Yaxşı bağlanır, rahat bağlanır. Və çox rahat bağlanır. Gəl oturaq arkaya baxa görə, arxadan. Sən orada otura bilsən, uşaq yeri də oturacaqdır. Sən qabağa otur. Parça salondur. Və bu uşaq oturacağı quraşdırılıb burada izafikslə. Bu ki, yəni avtomobilin sahibinin ailəli olduğunu və ailəsinin qədrini bildiyini göstərir. Çox genişdir. Yəni bax fikir və gör nə qədər yer qalır bura. Onu indi Orxan oturanda yox, bunu görün və deməli arxa deflektorları var, hava vurmaq üçün. Hə. Mən piçeni qırıntılarını təmizləyirəm. Burada uşaq desəm piçeni yiyir. Ya da ki, valideynlər yiyir. Yatıb valideynlər. Amma mən sənə bir şey deyim, çox genişdir ya. Pəriz, həddin, bax, gör nə boyda yer qalır. Başında yer qalır. İndividual işığı. İndividual işığı var, havası var, anı var. Amerikan sayağı deyiblər abi. Buna Amerikan sayağıdır. İçəri parça salondur, düzdür. Parça salonlar, məsələn, 34.500-ə, o harsı bir 32.000-ə gəlib çıxır parça salon. Və afərin yapanlara iki ortasında, yəni oturacağın, arxa oturacağın ortasında o belə o tunel yoxdur. Tunel var ya, balaca, çox az balacadır. Çox balacadır. Yəni ortada oturan insan özünü çox rahat hiss eləyə biləcək. Orxan, neymişsən sən? Hə, bax sən. Yəni, istəyirsən gəl otur bir dənə baxaq sənə. Hə, burada maraqlı şeylər var. Hə, nigarım da deyəm görə. Hə, Orxan. Əla, hə? Qəşəng, ayağına təsəvvür et ki, Orxan 1.95-dir. Amma başın deyil. Başın deyil. Baxın. Hə, başın deyil. Sən ortaya keçərsən. Əslində bunun başını dəyməyi normaldır. Çünki Yaponiyada Orxan boyda adam yoxdur. ən yuxarı suma istərdi, onlar da bəlkə təyyarə ilə gedir. Bəli. Əla. Götürə bilərsən. Hə. Qapı yaxşı bağlanır, fikir verin. Baxa görə Mercedes kimi zazor var, yavaş ol. Yox, bunda zazor yox.
Amma Mercedes-də gazol var. Yox, kifayət qədər hündür maşında ha. Mən sənə bir şey deyim. Yəni, sanki özü ormanların padşahı hiss edirsən. Başlayaq salondan. Sürücü oturacağı yeri dardı elə bir. Dardı. Biraz arkaya verin. Yox, dar diye, burası dardı. Oturacaq özü dardı. Sürücü oturacağı yeri dardı. Çok güman ki Olabilir. buna göredir. Bax bu şeyə görədir. Bunun səsi də buradadır. Hə, bax buna görədir. Bu çox enlidir çünki burada əlavə olaraq təkərlərin qoşulması sistemi var. Orxan. Bu qoşqusu 4 təkər qoşmaq üçün 3-4 rejimi var bu qoşqunun. 2-dən keçirdin 4-ə. Hə, bu adi 4 təkər qoşqusu. Sonra bir balaca atdı. Bu artıq bir balaca dikə. Bu artıq lap dikinə gedəndə maşın Tam gücləndirilmiş şeydir. Salon yenə də Yapon samuraylarının, yəni Yaponların evi də çox minimalist olduğuna görə salonda da minimalizm var. Yəni panel düppədüzdür. Adicə media player var. Adicə kiçik board kompüter var. Deməli bu deflektorlar, yəni sanki bir Iveco avtobusuna oturmusan, bir şey var. Bir dənə speedometrlər biraz mən sizə deyim ki, bunun kompüteri bunun üstündə həddən artıq çox belə deyək də. Elektronika yox. Yox, yəni demək istəyirəm ki, datçik var. Bu avtomobili bütündə hətta tüstüsü artıq olanda da yazılır bura. Yəni bunun üstündə datçiklar çoxdur. Amma şey yoxdur. Yəni board kompüteri böyük, geniş deyil. Deyil, ekranı balaca. Burada nədir? Bu kiçik ciblərdir. Bu siqaret yeridir. Bu əlavə düyməciklərdir. Evet. Bu bax dirsək altı var. Bu qəşəng. Bax bu sənəd qoymaq üçün yer. Aha. Bu da dirsək altının ikinci mərtəbəsi. Sən bağlatdır bunu. Bağlatdır özünü. Bütün bağlatdır. Hə, də buradadır. Bu da soyuducudur. Bu soyuducu. Bax bu çox. Bu soyuducudur. Görürsən? Bunun soyuducusu da var. Bu yaxşıydı. Bu yaxşı şeydir. Amma əslində mən sizə deyim ki, bu soyuducunu Tural düzəltmək o qədər də problem şey deyil. Sadəcə kondisionerin soyuğunu verirsən buraya, o soyuducu. Niyə bunu hamı eləmir, mən bilmirəm. Yəni əlavə xərc kimi görürlər də. Əl əyləci məncə burada eləməcə onu düymə halına çevirmək daha yaxşı olar, daha rahat eləmək olur. Çünki artıq çox da düymə ayaqda olsaydı. Ayaqda olanda daha rahat olardı. Hə, bax ayaqla daha rahat olardı. Qalağı rahat görürük. Lüku tam lük deyil, amma sanki salonun ortasına qədər açılır. İşıqlar var burada. Deməli, lük tam açılır, işıq buradan yanır. Bu sensorlardır. Gəl qoşaq görək. Deməli, arxa təkərlər qoşulub, onu göstərir, gəbr. Əl tormuzu açılıb, onu göstərir. Arxa təkərlər işləyir, hələ ki aparıcı arxa təkərlərdir. Niyə? 2-nin üstündədir. Öyle. Yox, 4-ün üstünə qoyulmur. Üçüncü gedəmir. Yox, sən parkingdəsən. Sən nə qaba qoyur? D'ye qoyduq. Getmir 4 bax, 4 qoşuldu. 4. İndi bir dənə. Qoşuldu. Orxa 4 gücləndirilmiş. Orxa oxun işığı yanır, orta oxun işığı yanır və bütün 4 təkərin 4-ü də gücləndirilmiş rejimə keçir. Aşağı basın. 2 də eləyirik. Arxa, aparıcı arxadır. Orxan otur, gedək. Otur, gedək.
Bu hündürdür. Çox hündürdür. Hündürdür. Mən sənə deyim ki, Çox eləyirsən yumuşaq. ki, belə Maşın qüvvətli bir, bəli, qüvvətli bir avtomobilə əyləşmirsən də bu artıq elə belə maşın deyil. Oy. Bax burası bərkdir bax. Buna bax. Bu artıq bu tankdır. Mən hesab edirəm ki, bu avtomobili şəhərdə idarə etmək üçün alan adam yəqin ki, nə bilim, imkanı çoxdur. Ya bu avtomobil elə bir avtomobil ki, bu ancaq dağa daşa sürmək, bu tankdır. Bunu məsəl üçün mənim həyatımda bu maşından olsa, gərək mənim daha bir avtomobilim olsun. Hansı ki 6 litr, 7 litr belə deyək də ekonom klas maşın, hansından ki mən işə gedib gəlim. Çünki bununla işə gedib gəlmək israfçılıq. İndi bilmirəm, bəlkə Tural müəllim məndən razı deyil, amma... Yox, israfdır. Mən təsəvvür elə, mən 109 litr, 10 litr işləyən Honda CR-V sürürəm. Mitsubishi 120 sürürüm. Bunda düzdür, bax, kondisioner işləyir, mühərrik yaxşı gedir. Heç vaxt sən hiss eləməzsən onu. Mühərriki də o qədər çox istifadə deməli, səsini o qədər çox eşitmir ya. Peugeot-da kimi deyil. Yox, burada heç sakitliyinə söz yoxdur və salonun belə deyək də, mən hələ ki özümü çox yumuşaq hiss edirəm. Yox, yumuşaqdır. Hündürdəsən, hər şeyi kontrol edə bilirsən, rahat görürsən hər yeri. Bəli, yəni hamıdan yüksəkdə hiss edirsən də özünü belə. Bəli. Problemsiz maşındır. Yəni Mitsubishi Pajero'nun digər avtomobillər ki, offroaderlar var, crossoverlər var, arasında əsas üstünlüklərindən biri, yəni plus əsas belə jırnı plus deyirlər ona ya. O nədir? O bu avtomobilin zamanlarla, illərlə Azərbaycan bazarında, Azərbaycan istifadəçilərin arasında sınaqdan keçməsidir. Yaxşı sınaqdan, yəni problemsiz işləyən bir avtomobildir. Çox təəssüf ki, dizeli yoxdur bizdə. Özdə mən sizə deyim ki, təmiri xoşlayan maşın da deyil ha. Yəni belə bunu aldın, bilginən ki 7-8 il rahat sürürsən. Sən rahat sürürsən bunu. Çünki mənim dostum var, Eynur Babayev, salam əleykum Eynur. O da bu avtomobildən sürür. 2007-ci ilin maşınıdır. Mən sizə deyim ki, elə bir xərci yoxdur. Düzdür, o bir dəfə vurmuşdu onu və vuranda əlbəttə böyük bir xərci düşdü. Amma belə deyim ki, bunun məsəl üçün hansısa bir o Azərbaycanca nətər deyirlər, pirizoxunda, qabaq askılarında, filanda problem bunda olan deyil. Yox, askı problemi yoxdur. Korobka, yəni sürət qutusu problemi yoxdur. Sükan idarə etmə, lüftü, zazor, mazor, lüftdə nəsə problemlər olsun, daha sonra əyləc qəlibləri tez-tez dəyişmək, motor problem, elektronika problem yoxdur qardaşlar. Bu maşında o problem yoxdur. Yəni bu maşın istənilən yerdə sizi yarı yolda qoymayacaq və dartıb özü ilə apara biləcək. Yəni uzaq yola çıxılası maşındır. Yəni özü ilə uzaq yollara apara biləcək maşındır. Sadəcə bunun xərc məsələsi var ki, bu da yanacaqdır. Yəni ehtiyat hissələri ucuzdur, yəni baha deyil. Çoxdur və ucuzdur ehtiyat hissələri. Servisi ucuz başa gəlir. Yağ dəyişməsi 55 manatdır. Amma yanacaq. Bunun elə bil ki, sanki o pullar ki var ya qənaət edirsə, onu yanacaqda sərf edirsən. Düzdür, bəli. Öyle bir ki yanacağa verirsən də. Məsələn, indi bax, bunun elə modeli var ki, 2015 modellərində bu sükanında mebel işləməsi olur. Məsələn, bu mebel işləməsi ki yoxdur. Bu burada da var. Onu görürsən, səs izolyasiyası elətdirib. Çünki mən səs izolyasiyası eşitmirəm. Yox, səs izolyasiyası elətdirmənin gərək bir sahibindən soruşardıq. Amma elətdirməyibsə, deməli, çox səssiz avtomobil öz-özlüyündür. Elətdiribsə onu deyə bilmərəm, amma mənim dostumda var, mən zəng edib soruşa bilərəm ondan, əmin deyibdədirsə. O, deyək ki, onun səs şeyini var, elətdirmirsən. Biz onda köhnə Pajero'dur, istənilən adı Pajero'dur. İki qapısız var bunların, I.O. Pajero'lar. Onlar iki qapılı kupe kimidir. Kupe crossoverlardır. Onlar da güclüdür. Mühərriki az da olmalı, həcmini az olmayaraq güclüdür. Alo, salam, nə tərsən, nə var, nə yox? Sadəcə olaraq, birincisi mən öyrənmək istəyirdim ki, sən o avtomobili vuranda, məsəl üçün, əzilən hissələri çox baha idimi? Bəli, əzilən hissələr çox baha idi. Həddən artıq mənzilərinin qiymətlər çox yüksəkdir. Ümumiyyətcə bir belə deyək, yolsuzluq avtomobili kimi belə deyək. Mən bunu təzə almışamsa, mən bir 5 il bunu təmirsiz, qabaq askılarını təmir etmədən sürə bilirəm də. Bu yəni bir yolsuzluq avtomobili kimi bu güclü maşındır.
Məndə bu maşın 2007-ci ilin maşınıdır və istəyənə kimi mən deyərdim ki, onda 2 dənə reyizindən başqa mən heç nə dəyişməmişəm. Ha, yəni ki, belə xərc aparan maşın deyil. Yeganə bunun xərci belə çıxır ki, yanacaqdır da. Bəli, yanacaq və başqa cavab vermirəm. Başqa heç bir xərci olmayan bir maşındır. Oldu çox. Yəni sən razısan. Sən də 2007-dir. Biz hal-hazırda 2014-ün maşını sürürük də. Belə deyək, minimalizm tank kimidir, amma ki səsi yoxdur içində sadəcə olaraq. Biz bilmirik ki, bu özü səssizlik boğucu qoyub sistemi buna, yoxsa bu həqiqətən bu belə deyək də zavoddan çıxanda belə yaxşı səs izolyasiyası var. Məndə maşınlar hardasa 5 il ərzində rahat, yəni səssiz sürə bilərsiniz. Hə. Sonradan onun qabaq panelində səslər əmələ gəlir, bagaj səslər əmələ gəlir, onda yoxman olur. Ha, çox sağ ol. Çox sağ ol, təşəkkür edirəm. Sənə uğurlar. Sağ ol. Deməli 5 il bu adam sürüb, zərrə qədər də heç bir səsi olmayıb. 5 ildən sonra başlayıb səs eləməyə qabaq, torpedası bir də arxa qapı. Belə. O da normal. Amma başqa təmirə getməyib. Yəni vuranda ancaq deyil. Allah eləmiş qəzaya düşdüz. Bunun bütün o dəmir-dümür hissələri çox bahadır. Amma normal sürsəniz, səliqəli sürsəniz bunun heç bir xərci yoxdur təmir baxımından. Deməli burada bir dənə şey yazıb. Yazıb ki 4 LLC sisteminə keçəndə, yəni 4 təkərlərin gücləndirilməsinə keçəndə saatda 70 km-dən çox sürmək olmaz. Ha, o düzdür. O 60-dan hətta məndə 60-dan yazılıb yuxarı. Səndə 60, burada 70 yazılır. Səs yəni bluetooth-u var, idarə etməsi var. Bu da əlvin altındadır, belə deyək. Amma Yaponlar bura, Honda-da bura qoyublar. Niyə bura qoymurlar? Yəni bunun altına da qoymaq olar. Belə bir şey, düzdür. O AMG-də şeydə Mercedes G-klassda deyirdi. Görsən harda dönmə işıqlar? Burdadır, aşağıdadır. Amma bir şey demək lazımdır ki, G-klass avtomobil bundan daha yumuşaq idi. Ha. O bundan daha yumuşaq idi. Yəni mən ümumiyyətcə deyim ki, GL belə deyək də daha çox şəhər avtomobilinə. Crossover də yolsuzluq deyil. Yolsuzluq deyildi, o crossover idi. Amma bu əsl belə deyək də bu ton. Bunu müqayisə edə bilərik biz Galenwagenlə. Bəli. Çünki o yolsuzluq avtomobili sayılır ki, yumuşaqlığı və bərkliyi. Amma panel, alətlər paneli çox saat. Prado ilə də müqayisə edə bilərik. Hətta Prado ilə də müqayisə edə bilərik. Bəli, Mən Prado ilə daha yaxşı. O dardır, bravo. Özün oturanda görəcəksən, bura dardır. Bura plastik qoyublar. Əvvəl dəmir olur. Adətən dəmir olur. Bura götürüblər plastik qoyublar üstünə. Yəqin qapının çox yumşaq bağlanması üçündür. Qapıya ümumi üçün bax belə bir əl tutacaq qoyublar. Mən sənə deyim ki, dərhal oturan kimi başa düşürsən ki, normal maşına oturmuşsan. Məsəl üçün, mən bunun arxa söykənən hissəsini oturacağım. Arxaya eləmək üçün əlimi qaldırdım, yoxsa o fransız maşınında gerək aşağı eləyirsən, tala gedir. Amma avtomat deyil bu. Hə, bu Bu oyuncağı artıq biz bildik. bu onun göstəricisidir ki, bu avtomobilin sahibi çox yaxşı, diqqətli atadır. Və onun balaca uşağı var. Bu balaca uşağı olmağı arkadakı oturacaqdan bilinirdi, amma bu oyuncağı biz heç olmasa başa düşdük də bu nə? O birisi ördəkdir. O birisi nə idi mən bilmədim. Sadəcə ördəyin rəngi standart ördək rəngidir. Yəni adətən belə, yəni krashenli ördəklər olmur da. Şu maşını sürür. Əlimdən qoydu, bir sırası. Özümü görseydim birden attı. Yaxşı. Normal. Mən sənə deyim ki, mən öz avtomobilimdə oturanda belə hündürdə hiss eləmirəm özümü. Çox hündürdəyəm. Elə bilginən ki, nə deyək, çox belə güclü bir avtomobil idarə edirəm. Yəni Elə bir ki, yox, güclü avtomobil idarə edirsən. Moş bir maşın idarə edirsən və niyə görəsə məndə dərhal təhlükəsizlik hissi var. Elə bil ki, mən bu dəqiqə vursam, mənə heç nə olmayacaq. Yoxsa bunu özləri fikirləşirlər. Çünki o kapotun üstünün belə görsənməsi, Yol rahat görürsən. bu şitin belə böyüklüyü insanda elə bir təsəvvür yaradır ki, sən toxunulmaz bir bronijiletdəsən. Yeri gəlmişkən Pajero onu Müdafiə Nazirliyinin artıq
belə deyək də şeyinə veriblər, istifadəsinə veriblər. Artıq şəhərdə bir neçə Müdafiə Nazirliyinə aid olan avtomobillər görürük ki, onlar məhz Mitsubishi Pajero'dur. Ay sağ olun. Yəni sıfır Müdafiə Nazirliyi bu avtomobili götürürsə, deməli bu avtomobil möhkəm maşın kimi artıq özünü təsdiqləyib. Amma bir məsələ də var, Tural. Yəni ki, bu boyda maşını idarə edən adam və bu avtomobili idarə edən adam yəqin ki, o xərcin qabağında dura bilən insan. Yəni elə belə almırsan da, hə də bunu alan. Amma yenə də ikinci tərəfdən də fikirləşirəm ki, bu cür avtomobili idarə edən adamın mütləq ikinci avtomobili də var yəqin. Çox güman ki, bilməli bu avtomobili tək ailə üçün alsan, özün sürsən, bunun xərci çoxdur. Yox, tək ailə üçün alıb özün sürsən, sənin ətrafdakı insanlar da düzgün başa düşməz. Çünki bu nə bilim olar. Əgər mənə özümü işə aparıb gətirmək lazımdır, mən bu boyda maşını niyə almalıyam mən? Gözlə o G-klassın özü gözlə. Gəlir o dönmək işini yandırmadan gəlir özü. Mən fikir verdim. İndi yandırdı. Eşitdiyəsən ki, Yəni məni keçəndən sonra nə edirəm ey qardaş? sən mənə gəlib gedirsən. Sıxmısan məni, daha nə edirəm o? Özə yeməli idi. Hə. Sehrli çubuq. Sehrli çubuq məsələsi, hə. Bəli. Emellərdə Bir altda daha yerləşir. göstərsin ki, sən o sosial rolikları əbəs yerə Hazırlamamışsın. Rahat da. Mən vuruldum bu maşına. Ayaqlarım balkonuna qədər açdı. Sadəcə olaraq maaşım imkan vermiş kimi. Sən müdüründən xahiş edirəm, sən maaşı qaldırsın. Pajero almaq istəyirəm. Müdür, xahiş edirəm. Pajero almaq. Pajero almaq istəyirəm. Kör neyinirsən? Kör neyinirsən? Sarayım da düşmək istəyir deyəsən yəni. O 2 dəfə bağladı qapını. Bu onun göstəricisi O qapısı. 3-cü dəfə. 3-cü dəfə. Nəsə bağlamır qapısında deyəsən problem. Hə, 3 dəfə elədi. Problem var qapıda. Qapının işığı yanır ya. Ha? Yəqin nəsə regulovkası düzdür. Qapının işığı yanır, cəbət büyür, işıqlar götürür, gözləyir. Amma tam bağlanıb elə bir. Tam bağlamışam belə. Qapının işığı Hə, öz-özünə işığı yanır. Bağlı da mı yanır? yandı, gelir daha. Hə. Bir də baxdan məsələ boşluq var, məsələ işıq yanır, başlayır Onu ustaya göstərmək lazımdır, axsaqda. Bir yarandı. Biz Çəkir işte. Yox, biz maşını çəkirik. Maşını çəkirik qardaş. Bu maşını çəkirik. Maşını test edirik ona görə. Sağ ol. Sağ ol, Allah xeyir versin. Sağ ol. Üstündə nur var idi. Hə, ki. Çox priят adam idi. Dərhal səmimi. Adzıb ki, ruslar deyirlər, hə. Çox acıb ki, səmimi insandır. Özlə görsə dərhal problemini də dedi ki, Hə, yəni bu işıq yanır. bəzi adam var ki, təcrübəli, mənim qapım bağlamır, sənin evə var. O dəqiqə söhbətə qoşuldu. Dərdini bölüşdü, bizə şərik ola bilmədik düzgün o dərdi. Kia Sorento idi. 3 dəfə qapısı bağlanırdı və Yox, işıq qapı verirdi. bağlanırdı. Sadəcə olaraq qapının deyir, işığı sönmür, düy-düy eləyir, baş qulağıma aparır. Mənə elə gəlir ki, aparıb ustaya göstərsə, çox güman ki, onun nəsə, belə deyək də, qapıda daçik var, hansı ki, göstərir qapının bağlı açıq olması. Ola bilər ki, onun düyməsi xərab olur. İndi qaydaq öz avtomobilimizə. Hansı ki, Sizə deyim ki, pulunuz varsa, qardaş, və həyətimizdə ikinci maşın saxlamaq imkanınız varsa, alıb sürün, ləzzət sürün. Vallahi. xoşa gəldi. Bəli, Eynur Babayev, sən kişi adamsın. Yavaş-yavaş, sən al, bunu vurarsan. Yaxşı maşındır. İndi baxaq. Amma belə deyim, bu bizdə dəvdə olan off-roaderdur. Yəni Prado ilə yanaşı ən çox satılanlardan biri məhz Pajero'dur. Bəli, bəli. Yəni Prado'nun bilməm nəyinə pul verirlər, amma Pajero Mən daha hesab edirəm ki, bu yolu tutmaqda Prado'dan daha ustойчивыdır da. Yəni yol aşma ehtimalı çox azdır bu avtomobil. Çünki biraz sanki genişdir. Yaxşı, mən hesab edirəm ki, imkanı olan adam üçün yaxşı maşındır, alınmalı maşın. Şəhərdə sürüləsi maşındır, yəni bunu, nə bilim, mən bunu şəhərdə idarə edən adamı mən başa düşə bilməm. Yəni pulu var da öyle. Hə, bunu əgər elə hansısa bir iş dalınca sürürsə, Qarşımızda düz qabağımız. Bax görür biz gəlirik, düz gəlir qabağımıza Skoda Yeti. yandan keçəcəkdir. Bunun adı Skoda Yeti'dir. Həm nə bilirsən nə crossoverdir, nə də ki sedan. Hə Pərviz, fikirlərin. Mən avtomobil kimi çox xoşuma gəldi. Mən hesab edirəm ki, rusların bir sözü var, nadежный, yəni etibarlı maşındır. Bunu idarə edən insan, belə deyək də,
bunu idarə edən insanın hətta güclü qəzada belə məncə sağ qalma şansı çox böyükdür. Yer gəlmişim bu yastıqları təhlükəsizlikdə Bütün növ yastıqları var. Hətta yarpaq tipli yandan açılan yastıqları da var. Sadəcə olaraq bir şey bilməlisiniz ki, bu avtomobili əgər siz şəhərdə idarə etmək üçün alırsınızsa, 92 markalı benzinə 20 litr belə deyək, sərfiyyatına hazır olmalısınız. 100 kilometr. Amma dizel alsanız hardasa bir 100 kilometrə 13-14 litr xərcləyəcək. Dizel olsa 13-14 litr olacaq, çox güman ki. Çünki maşın özü də, mən sizə deyim ki, ağır maşın deyə sürəndə hiss edirsən ki, sən tank sürürsən, elə bil ki, belə güclü bir maşın sürürsən. Amma manevrliyinə bu təsir eləmir ha. Yox. Yəni manevrliyinə ağırlığı təsir eləmir. Çox manevrli maşındır. Manevrliyinə, nə də idarə etməsinə, heç bir şeyinə təsir eləmir. Mən hesab edirəm ki, imkanı olan, pulu olan adam bu avtomobili ala bilər. 10 ulduzdan neçəsini verirsən? Mən buna 10 ulduzdan, yəni bu yolsuzluq avtomobili kimi qiymətləndirirəm. 10 ulduzdan 8-ini verirəm. Rahat. Hətta mən səhədim ki, mən bunu 8 yarım verirəm. Deməli, xoşumuza gəlməyən cəhətlərindən biri, yəni bir oturacaq hissəsi ki var sürücünün, bu dardır. Yəni yeri dardır. GL-də biz test edəndə görmüşdük. Yəni əli rahat qoya bilirsən. Salon superdir. Salon çox genişdir. Arxa bagaj çox genişdir. Yəni əsas minuslardan biri bu salonda yerdir. İkinci minusu isə həddindən çox yanacaq sərf etməsidir ki, bunu dizellə siz kompensasiya edə bilərsiniz. Yəni dizelin olması müsbətdir, amma benzin olanda biraz xərci çox olacaq. Mən ulduz məsələsində 10 ulduzdan rahat 9-unu verirəm. Rahat verirəm. Maşının rahatlığına söz ola bilməz, manevrliyinə söz ola bilməz. Xərci və oturacaq hissəsi var ki, sürücü tərəf, o mənfidir. O ki qaldı minimalizm söhbətinə, bu off-roaderdır. Əlbəttə ki, bu avtomobildən başqa şey tələb eləmək də olmaz. Bu yəni yolsuzluq maşınıdır, qardaş, bu belə olmaz. İstəsəniz arxa kamera qoydura bilərsiniz, yeri gəlmişkən. Arxa kamerası bunda yoxdur. Amma istəsəniz komplektasiyada 2015-ci il Mitsubishi avtomobil mərkəzində var. Arxa kameralısı da var. Deməli, dəri işləmə və üstəgəl mebel işləməli sükan olanı da var. Dəri salon olanı da var. Deməli, oturacaqların isidilməsi və qızdırılması, həmçinin sərinləşdirilməsi, yəni soyudulması sistemi də mümkündür. Bu daha da artıq gələcək 40 minə, 42 minə, yəni artıq komplektasiyadan asılı olaraq 10 ulduzdan 9-una verilir. Bəli, mən hesab edirəm ki, sizin də fikriniz bizim üçün maraqlıdır. Yəni siz də yaza bilərsiniz fikirlərinizi və əgər siz istəyirsiniz ki, biz sizin avtomobilinizi də test eləyək. Yəni bu pulsuzdur, filansızdır, parasızdır. Utanmayın, yazın və bizim maraqlandıran avtomobil növləri var ki, biz onlara hər həftə səsləndiririk. Biz Çin avtomobillərini istəyərdik idarə eləyək. Biz istəyərdik ki, idarə etmədiyimizi, yəni siz əgər bizim daimi tamaşaçımızsınızsa, siz bilirsiniz ki, hansı avtomobili biz test etməmişik. Bu Galenwagen'dir, bu GMC'dir. Sonra bu şeydir, Hammer'dir. Biz bunları idarə eləməmişik. Yazın və biz onu test eləyək. Sağ olun, çox sağ olun. Gələn həftə görüşərik. Bəli, gələn həftə görüşəcəyik.